Abşeron rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib. Belə ki, Mehdiyabad sakini İftixar Həşimov Fatmay kəndində bələdiyyənin qarşısında Fatmay sakinləri ilə mübahisə zəminində qətlə yetirilib. Ona bir neçə bıçaq zərbəsi vurularaq öldürüldüyü bildirilir. Hadisənin təfərrüatına gəlincə, Doğru Xəbər Azərbaycan DENAZ-a istinadən xəbər verir ki, İftixar Həşimov oğlu ilə birgə kəndə gələrək buradakı bir neçə şəxslə mübahisə edib. Mübahisə zamanı qarşılıqlı söyüş və təhqirlər səsləndirilib. Nəticədə kənd sakini Kənan Məmmədovun İftixar Həşimova 6 bıçaq zərbəsi endirdiyi iddia olunur. Aldığı ağır xəsarətlərdən İftixar Həşimov elə hadisə yerinəcə həyatını itirib. Daha sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Kənan Məmmədov artıq saxlanılıb və araşdırmalar davam etdirilir. Əldə olunan ilkin məlumatlara görə tərəflər arasında köhnə ədavətin olduğu da iddia edilmir. Məlumat üçün onu da qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən il avtomobil qəzasında həyatını itirib.